şirkətinə dövlətdən pul istəməmişik, dövlətdən ev istəməmişik. Öz gücümüzə ev şəraitimizi yaxşılaşdırmaq istəmişik. Onun əvəzində nə? Onun əvəzində bugünkü günə qədər biz düşmüşük küçələrə və Fəridə Qurban qızı. Bizim prezidentimiz sizin qəzetlərinizi oxusun. Sizin yazdıqlarınızı oxusun, görsün cəmaat nə gündədir, millət nə çəkir. Bax, bunu istəyirik. Ömrü boyu qazandığımız pulları vermişik ora. Qocalmışıq, indi bəs biz nə eləyəcəyik? Demokratik. Orada nə yazılır? Deyiblər ki, dövlət pisdir, nə ki var plakatlarda? Niyə cırırsınız plakatları? Nə edirik biz? Biz düşmanıq bəyəm, biz millətik də. Niyə cırırsınız plakatları? Ayşəliyə işıqlandırın. Bizim dövlətdən tələbimiz nədir? İtirdiyimiz pulları, evlərimizi tələb edirik. Görürsünüz, polisin bizlərdən nədir? Beşənki dəfədir polis bizə belə hörmətsizlik edir. 6000-dən yuxarı aldadılmış payçı var. Yəni 6000 əhalisinə bu prezident, hökumət yiyəli-yeliyəsi deyil. Prezident, evimizi ver bizə. Qaytarılmasını tələb edirik. Evimizi ver bizə. Evimizi, eşimizi, ondan sonra mülkiyyətimizi nə var qoymuşuq. Bax, Sulutəpəni verdilər. Orada da mənim payım var. Şabi eləmirik, şabi eləmirik. Bizə sözümüzü deməyə bir dövlət axtarırıq. Çəkil, yenemem ki. Çəkil. Yenemem ki. 5 ildir, 5 ildir gelirik bura. 5 ildir xeyri yoxdur. Dövlət bizə sahib çıxsın. Genel önce şirketin üzerine çekmişlerler. Sen ne diyorsun? Sizin eviniz yıkıldı. Hayır, saklayın, aşağıda saklayın. Saklayın aşağıda. Təcili yardım çağırın. Təcili yardım çağırın. Gedən ev götürmüşəm. Adınız, familiyanız? Gündən ev almışıq. Razılaşmaq yolu ilə. Əliyeva Dilşad Süleyman qızı. Kürdaxan qəsəbəsi. Sabunçu rayonuna. Evimi satıb gəlib oradan ev almışam. Evi alandan sonra bu adam mənə deyib ki 6 ay müddətində sənə ev kupçu verəcəm. 6 ay gəlib 4 ilə çatıb. 4 il bununla əlləşib uzmuşuq. Bütün məhkəmələrə vermişik. 13-14 dənə məhkəmə olubdur. Rayon məhkəməsindən uduram. Apellyasiyadan uduram, gəlib çıxıram ali məhkəmə. Pul verir, o çıxır. 2008-ci ildən ev almışıq. Hələ də gözləyirik. 2 uşağımla çöldə qalmışam, amma hara müraciət edirik, heç kim bizə qulaq asmır. Prezident aparatına müraciət eləmişəm. Heydər Əliyev fonduna müraciət eləmişəm. İcra hakimiyyətinə müraciət eləmişəm. Prokurorluğa müraciət eləmişəm. Ombudsman Azərbaycandakı nümayəndəsi Elmira Süleymanovaya müraciət eləmişəm. Heç bir yerdən Kamran MMC ilə əlaqədar heç bir yerdən müsbət cavab almamışam. İndi bura gəlmişik ki, prezident bizim işimizi həll eləsin. Ben geçtim. Saxlayırsan? Yox, saxlamışam. Orada gidə aşağı qoy. İkinci orada yardım göstərir. Oldu mu? Orada necə yardım göstərir?